Səlim Azərbaycan. Səlim Azərbaycan. Biz hal-hazırda Urumçi şəhərindəyik. Bax bu Uyğurların şərfləri. Uyğur bazarıdır bura. Xəncərlərə bax. Ləzgi demişkən xəncərdir, xəncər. Çox maraqlı toyları keçir. İnanın, konsert kimi. Analar çox nigarandı, atalar ki, ay Allah, oğlum orada Kitayda girəsən, ac qaldı, nə yedi? Narahat olmayın, yeməyimiz var, içməyimiz var. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişi ilk dəfə olaraq xarici dövlətdəyik, Urumçi şəhərindəyik, Kitaydayıq. Mən özüm birinci dəfədir buradayam və bizi bura dəvət edən dostumuz Anar bəyə təşəkkürümü bildirirəm ki, bu şəhərə bizi dəvət etdi. Anar bəyin dostu xanım gözəl Aynur. Aynur xanım da bizi qarşıladı. Çox möhtəşəm, çox gözəldir Kitay, inanın, o qədər maraqlı olacaq. Gözünüz bizdə olsun, bizdən ayrılmayın. Vətənçin burnunun ucu göynəyir, ürəyim daş olub qərib ölkədə, tənhalıq hər gecə didir qəlbimi, tənhalıq hər gecə didir. Bəli, hörmətli televiziya tamaşaçıları, Kitaydan, Urumçi şəhərindən olan çəkilişlərimiz davam edir. Bəli, Anar bəyin, biz Anar bəyi gözləyirik, Aynur xanımla. Anar gələcək deyil mi? Gələcək, gələcək. Bizə də burada yer götürüblər, Anar bəy də buradadır. İndi Anar bəy gələcək, biz gedirik Anar bəyin iş yerinə. Mənim qərib ölkədə, darıxmışam mən yaman, qərib ölkədə, darıxmışam mən yaman. Mən indi burada Uyğurlardır, hörmətli televiziya tamaşaçıları. Bildiyiniz kimi Uyğurlar da Azərbaycan dilinə çox uyğundur. Biz Azərbaycan televiziyasından gəldik, Dünya TV-dən. Denən Dünya TV-yə salam. Rəhmət salam, həmmə dünya yüzü müsəlmanlara salam, çox salam. Dünya TV salam. Dünya dedi salam. Sizdə də burada şəkər bura pişirirlər? Rəhmət, xoş rəhmət. Yox, pişirirlər. Nə? Şəkər bura, paxlava. Pişirə bilirsən? Pişirəlimiz. Sən pişirirsən? Necə pişirirsən? Biz həmən ərsələrini pişirəmiz. Nə? Məsəl üçün? Bakali, tort, paxlava, həmən ərsələr. Şəkər çörəyi? Hə. Bizim qayda qanundur, yəni Azərbaycan qayda qanunu, müsəlman qayda qanununa görə Uyğurlar da burada. Hamınız Novruz bayramınız mübarək. Bir yerdə deyək, Dünya TV, Novruz bayramınız mübarək. Urumçidən Novruz bayramını təbrik edirlər, çox gözəl, Dünya TV-yə. Bəli, hörmətli televiziya tamaşaçıları, Anar bəy gəldi. Aynur xanım gəl. Anar bəy, bir daha salam. Anar bəy burada qalır və indi gedirik Anar bəyin iş yerinə. Anar bəy nə işlə məşğuldur, necədir, bura necədir? Ümumiyyətlə Urumçi ilə bizi tanış edəcək. Çünki burada Anar bəydən tanıdığım başqa bir adam yox. Urumçiyə yalnız bu boyda Kitaya Anar bəyə görə gəldik. Bizi dəvət elədi, təşəkkür edirik. Gedirik Anar bəyin iş yerinə. Gözünüz bizdə olsun, burada Anar bəyin dostları var. Xoş gördük. Maşallah, burada Urumçidə Azərbaycanlılar. Özünüz təqdim edin. Elmir. Elmir, çoxdan burada işləyirsiniz? 5 il olar. Maşallah, Dünya TV-dən gəldik. Qürbətdən gələn səslər. Yəni qürbətdə yaşayan Azərbaycanlılarımızı arayırıq, axtarırıq, tapırıq və 5 ildə tez-tezmi gedib gəlirsiniz məsələn? Olur da, belə də yox. 5 aydan, 6 aydan. Can, darıxırsınız deyilmi? Novruz bayramını təbrik edirəm. Bütün Azərbaycan xalqına. Təşəkkür edirik. Nizami bəy, çox gözəl. Çoxdan mı buradasınız? 5 il var nənə. 5 ildə siz buradasınız. Siz də təbrik edin. Azərbaycanlıları görürəm buradan. Təbrik edin Azərbaycan xalqını. Azərbaycan xalqına salamlar. Azərbaycan şəmkirlərinə xoş gəlibsiniz. Novruz bayramınız mübarək olsun. Bütün Azərbaycan, bütün cəmi Azərbaycanların, bütün ana bacılarımızın, hamımızın bayramları mübarək olsun. Çoxdan mı buradasınız? Da, çoxdan buradayım. Uşaqdan buradayım, uşaq. Uşaqlıqdan buradasan. Deyəsən elə Uyğurcadan. Uyğunum. Uyğursan? Eləmi? Nə yaxşı Azərbaycanca da danışa bilirsiniz? Dostlarla bir yerdə örgəşmişəm. Novruz bayramı var. Bütün millətlər, Azərbaycan, Türk millətimiz bayram mübarək olsun. Bəli, əziz televiziya tamaşaçıları, biz buradayıq. Mir Obuvi. Yəni, dünyada hər yerə gedən ayaqqabılar buradan gedir. Bilirsiniz ki, Bakıya gələn bütün ayaqqabılar hamısı Kitaydan gəlir. Bax, bu mağazadan gəlir. Və bu gözəl Aynur xanımın mağazasından gəlir. Gözünüz bizdə olsun, mağazaya gedib bütün çeşidləri sizə göstərəcəyik.
Ay maşallah, nə gözəl ballar var burada. Biri-birindən gözəl çeşidlər var. Bu çeşidləri əldə etmək üçün heç oradan bura gəlməyiniz lazım deyil. Fax nömrəmizi, telefon nömrəmizi, Skype nömrəmizi sizə göndəririk. Baxırsınız, hansı modeli istəsəz, bir dəqiqə gəlin bura. Məsəl üçün bu model neçədir? 15 dollar. Yalnız qərib dünya Baxın, hörmətli televiziya tamaşaçıları, çox gözəl moderndir. Bu neçədir? 10 dollardır. Siz 10 dollardan əgər bir 1000 dənə, 2000, 10 min dənə götürsə nə qədər verərsiniz? Neçəyə? Neçəyə? 8 dollara düşər. Eşidirsiniz? Oturmayın, tez gəlin. 8 dollara nə verirlər ki? Gəlin. daş olub qərib ölkədə. Elə bir daş olub qərib ölkədə. Qulağım sorağında, gözlərim ocağında. Qulağım sorağında, gözlərim ocağında. Axır göz yaşlarım Kablukları rahat, hər şey rahat. Baxın, bezatnik deyirlər də bunları, yəni rahat ayaqqabılar. Bax, bunlar da bu il baxdım mən moderndir. Bir dənə baxın. qərib qərib ölkədə. 15 dollara yaxın. Bu ildə bunlar moderndir, yəni çox modeldir. Əgər Urumçi şəhərinə gəlsəz, hansı dükana gəlsinlər? 276. İlk Mirobov 276. Mir Obuvi 276. Yəni buranın ünvanı necə gedir? Biencan Bingwan. Az yavaş danış. Biencan Bingwan. Bencan bazarı. Biencan bazarı. Bunu belə denəndə Bencan bazarı. Bencan Kuyvan. Biraz da iki dayıca danışacağım mən də. Biencan bazara gəlsin. Mirobov 276-cı mağazin. Və soruşmaq istəyirəm, çoxdan burada dükanda işləyirsiniz? Ayaqqabıda. Hə, mən çoxdan işləyirəm. Mən bu Biencanda 15 ildir buradayam. Maşallah, sənin il 15 yaşın var da. Maşallah deyirəm. Bakıda olmusunuzmu? Olmuşam. Gedib gəlirsiniz. Gəlirəm, bararam, gəlirəm. Hə. Çox gözəl. Xoşunuza gəlmir Bakı? Çox gözəl. Xoşum gəlir. Maşallah. Bakının da Kitaydan çox xoşu gəlir. Mən baxıram ki, burada Azərbaycanlılarımız çoxdur. Bizim dostlarımız da buradadır. Anar bəy də buradadır. Gəl Anar bəy. Anar bəy gəlir içəri. Xoş gəldiniz. Anar bəylə də bizimlə bərabər bu mağazaya gəlir. Anar bəy, doğrudan çox bəyəndim buradakı ayaqqabıları. Siz də? Gözəl modellər var da. Və istədim hansı bölgədən siz onu deyək? Özüm Gədəbəyəm, Arıqdam kəndində. Hansı kəndində? Arıqdam. 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 Bütün Gədəbəyliləri buradan öpürəm, bağrıma basıram. Arıqdamda olanlar sizin Anar bəy çox gözəl yerdə burada çalışır. Anar bəy çox gözəl işlər görür. Maşallah, Azərbaycanın fəxridir Anar bəy. Ocağında, axır göz yaşlarında, mənim qərib ölkədə. Axır göz yaşlarında, mənim qərib ölkədə. Darıxmışam mən yaman, qərib ölkədə. Darıxmışam mən yaman. Bəli, hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişi ilk dəfə olaraq xarici dövlətə gəlib, ilk dəfə olaraq və buradan Urumçi şəhərindən sizləri bir daha salamlayır və bizi bura dəvət edən, bizim burada bütün işlərimizə yaxından kömək edən, bizi qarşılayan, inanın ki, mən hava limanında yerə enəndə dedim, ay Allah, Anar gəlməsə qarşımıza biz nə edəcəyik, hara gedəcəyik, çünki tanıdığımız bir insanlar yox. Yalnız Anar bəyin dəvəti ilə biz bura gəldik, Gədəbəy rayonunda dünyaya gəlib, çox gözəl insandır, çox gözəl dostdur, çox gözəl iş adamıdır və Anar bəyin bir yerdə işlədiyi xanımla, Aynur xanımla burada gözəl mağazasındayıq. Mağazaya baxdıq, çox bəyəndik, işlərinizdə uğurlar arzulayıram. Bu il Novruz bayramından sonra adətən deyirlər də il tətil olur. Bu il ruzulu bərəkətli olsun, bu keçi ili, boyun ili deyirlər də. Ruzi bərəkət gətirsin sizə, əmin amanlıq gətirsin sizə və bizim adət-ənənəmizi yerinə yetiririk. Qürbətdən gələn səslər veriliş adından Anar bəy. Azərbaycanın bayrağını sizə gətirdik. Bir dənə baxın. Aynur xanım, Azərbaycanın bayrağı. Baxın, nə qədər istilik gəldi sizə, deyilmi? Rahatçılıq gəldi. Mən yaman, qərib ölkədə. Yəni dükana daxil olan hər bir kəs, Kitaylilər də başda olmaqla, Uyğurlar, sonra burada başqa millət gəlir. Hər kəs görsün ki, bura Azərbaycanlı dükanıdır. Yəni Azərbaycanlılar çalışdırır bir yerdə. Və mən sizə Azərbaycanın xəritəsini gətirdim. Buyurun. Ora kamerayı tutaq bir dənə. Kamera gəl yaxından çək. İstəyərdim orada bir Gədəbəyi göstərəsiz. Ay canım mənim, Gədəbəy, can Gədəbəy. Gözlərim ocağında, axır göz yaşlarında, mənim qərib ölkədə. Axır göz yaşlarında. Bir gün olsun, torpaqlarımız alınsın. Gələn il Novruz bayramını, 2016-cı ilin Novruz bayramını o torpaqlarımızda qeyd edək inşallah. İnşallah.
gün o günü qismət eləsin. Hamımız elə çəkilişimizi orada aparaq gələnlik olar. İnşallah. Mənim də ən böyük arzum odur ki, çəkilişimi elə o yerlərdən aparım. Bundan əlavə bizim qürbətdən gələn səslər verilişinin bir böyük xüsusiyyət də var ki, gedəndə kitab aparırıq. Bu kitab cəmi təzə çıxıb, çox təzə çıxıb. Azərbaycan son 10 ildə nə qədər inkişaf etdiyini, bax, bu kitab göstərir. Əlbəttə ki, Azərbaycan çox inkişaf edib, çox maşallah gözəlləşib. Çox dərəcədə gözəlləşib. Maşallah, Azərbaycan son 10 ildə o qədər sürətlə inteqrasiya edir ki, dünyaya. Heç inanırsınız ki, başqa dövlətlər onu bilirəm ki, şok vəziyyətində qalıblar ki, bu qədər sürətlə inkişaf edir. Axırda gözə gələcək, Allah eləməsin. Azərbaycan çox sürətlə inkişaf edir. Diski də kompüterə qoyursunuz. Azərbaycan burada Bakının son 10 ildə nə qədər dəyişdiyini, böyük binalar, yollar, körpülər, mərkəzlər, nə qədər sentrlər, mərkəzlər tikilib, bunların hamısı burada var. Gözəldir, hədiyyələr çox gözəl. Allah xoşumuza gəldi. Bizə burada bundan başqa heç nə lazımdır. Bunları gördük, özü çox gözəl. Canım mənim, bir anlıq fikirləşirsiniz ki, Azərbaycan sizin elə yanınızdadır. Azərbaycan gəldi bizim yanımıza. Gözünüz bizdə olsun, bizdən ayrılmayın. Çox maraqlı olacaq. Hələ yenə də maraqlar davam edir. Urumçuda bizimlə olun, bizdən ayrılmayın. Yalnız qərib duyar qəribin dadı, yediyim çörəkdə vermir o dadı. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişinin izləyiciləri. Kitaydayıq, bəli, Urumçudayıq. Çox gözəl şəhərimiz, çox gözəl, maşallah, nə qədər bolluq. Gözəl, amma Azərbaycanlılarımız da burada çoxdur. Onlar çəkməyə gedirik. Hal-hazırda Urumçunun küçələri ilə gəzə-gəzə gedirəm. Burada dedilər Azərbaycan restoranı var. Bir gedək baş çəkək görək Azərbaycan restoranında. Azərbaycan mətbəxi nə qədər inkişaf edib və onu bizim mətbəximizi Kitaylılara, Çinlilərə sevdirə biliblərmi? Bəli, hörmətli televiziya tamaşaçıları, biz hal-hazırda Kitaydayıq. Kitayda, Urumçu şəhərində Azərbaycan restoranı var. Xəzər, indi içəri girdiyimiz, gördüyünüz restoran. Xəzər restoranında Bakı sayağı, Azərbaycan sayağı yemək pişirdilər. Baxın, kənd çolpasıdır. Gözəl bizim üçün qızartdılar. Yanında kartoşkasını, hər şeyini gətirdilər. Gözəl istirahət var. Əgər Kitaya, Urumçuya gəlsəniz, gəlin Xəzər restoranına. Çünki burada Azərbaycan yeməkləri yeyə bilərsiniz, Avropa yeməkləri yeyə bilərsiniz. İkinci yeməyimiz də gəldi, bastırmadır, gözəl Azərbaycan sayağı. Bəli, elə bilirsiniz Azərbaycandayıq. Yox, biz Kitaydayıq. Çində, Çin mətbəxi olan yerdə biz Bakıdan gələndə dedilər ki, heç nə tapa bilməyəcəksiniz, acı gedib acı gələcəksiniz. İnanın, bir qorxurdum məndə ki, gələcək bir şey tapmayacaq. Burada Azərbaycan restoranı var. Təşəkkür edirik bir daha Anar bəyə, bir daha bizim gözəl Aynur xanımımıza və bizim həm soydaşımız, həm yerlimiz buradadır. Xoş gördük sizi, burada işləyirsiniz. Bəli, xoş gördük, xoş gəlmisiniz. Mən burada işləyirəm, ticarətlə məşğulam. Çox gözəl, çoxdan burada yaşayırsınız? Yox, elə çox olmaz. Hansı bölgədənsiniz? Bir dənə efirə zəhmət olmaz. Gədəbəy rayonu, Arıqdan kəndinə. Can Gədəbəy, Arıqdan. Mən burada demək istəyirəm, Gədəbəyliləri buradan öpürəm, bağrıma basıram. Doğrudan deyirəm, Gədəbəylilərdən yerlə göyə qədər razıyam. Çünki Sankt-Peterburqda İmam Quliyev qardaşları var. Buradan Sankt-Peterburqda yaşayan İmam Quliyev qardaşlarına, Ayaz, Araz qardaşlarına Fəxrəddin bəyə də salamımı göndərirəm və Gədəbəylə həqiqətən fəxr edirəm. O birisi rayonda inciməsin məndən. Doğrudan deyirəm, elə bir ki, mənim verilişimdəndir, yoxsa bəxtimdəndir. Hara gedirəm, hər zaman Gədəbəylərə rastlaşıram və onlardan da çox razıyam. Bəli, salam göndərik və Novruz bayramıdır. Novruz bayramını istəyirdim təbrik edəsiniz. Mamanın, papanın adları nə? Papamın adı Bayram, anamın adı Ceyran. Buradan hər kəsə salam söyləyirəm. Bayramınız mübarək olsun. Bütün Azərbaycan xalqını Novruz bayram münasibəti ilə təbrik edirəm. Çox sağ ol, təşəkkür edirik. Və Anar bəy, bayaqları sizdən təbrik aldım, amma çox rica edirəm bu gözəl süfrədə. Bax, Novruz bayramıdır. Hər kəs stolun üstündə səməni, yemək, içmək, şəkər bura, paxlava. Çox istərdim mikrofonu verim sizə. Mamanın adı nə, papanın adı nə? Buradan bir dənə qəşəng salamlar gedir. Atamın adı Xanlar, anamın adı Həqiqət. Hamısına salam söyləyirəm buradan.
Onlara can sağlığı, uzun ömür, ümumiyyətlə bütün valideynlərə, hər kəsin narahat olmayın, yeməyimiz var, içməyimiz var. Bizə Allah onlara uzun ömür versin, can sağlığı. Teşekkür edirəm və valideynlərə bilirəm ki, uşaq valideyn üçün hər zaman uşaqdır. Neçə yaş olmasından asılı deyil. Bilirəm, analar çox nigarandı, atalar ki, ay Allah, oğlum orada kitayda girəsən, ac qaldı, nə yedi? Narahat olmayın, burada Azərbaycan restoranı var. Burada həm yerlərimiz var, çalışırlar. Gədəbəy sayağı. Kartoşka da burada Gədəbəy iskidir, inanın. Qırmızı, qəşəng kartoşka indi gələcək birazdan. Gözünüz bizdə olsun, bizdən ayrılmayın. Bir daha bayramınız mübarək. Bəli, biz Kitayda Urumçidəyik, Xəzər restoranındayıq. Anar bəyin dostu, bizi bura dəvət edən Anar bəydir. Ümumiyyətlə, xarici dövlətlərə ilk səfərimiz Kitaydan başladı. Anar bəyə dərin təşəkkürümüzü bildiririk. Elə Anar bəyin yerlisi Gədəbəydən, Arıqdamdan olan Asif bəyin burada bir restoranı var. Bu restorandayıq. Xəzər restoranında maşallah Azərbaycan yeməkləri bişirirlər və burada biz Azərbaycanlı dostumuzu gördüm. Xoş gördük sizi. Vallahi Kitayda, uzaq ölkədə öz yerimizi gördüm, çox sevindim. Özünüzü təqdim edin. Cavaddır, adım Bakıdandır. Bakıdan burada işləyirik, çalışırıq. Dəvam səsini alaq. Neçə ildir buradasınız? Bir qədər çox deyil, bir il, həm biraz artıqdır. Əslən haralısınız? Əslən İmişli rayonundan. Əslimiz İmişlinin Muradxanlı kəndindəndir. Bakıda yaşayırıq, Bakıda. Dünya TV-ni, Azərbaycan Respublikasını, Dünya TV-ni, İmişlini və öz kəndinizi Novruz bayramını təbrik edin. Ümumiyyətlə, bütün Azərbaycan xalqını, millətimizi, hamısının qarşıdan gələn Novruz bayramı nəsibətilə səmimi qəlbdən təbrik edirik. Harada olursa olaq, ürəyimiz, canımız Azərbaycandadır. İmişlini də, Muradxanlı da deyin. Əlbəttə ki, İmişli, doğma kəndimizi də təbrik edirəm. Hamısı, bütün qohumlarımızı, tanışlarımızı. Ümumiyyətlə, bütün Azərbaycan xalqını, bütün dünyada olan Azərbaycanlıları, Türk dünyasını Novruz bayramı nəsibətilə təbrik edirik hamısı. Təşəkkür edirik. Mamanın, papanın adı nədir Murad? Atamın adı Zülfüdür, anamın adı Nəzafətdir. Onlar da təbrik edirəm, anama təbrik edirəm. Onda bayram, bəli, ailəmiz, uşaqlarımız hamısını təbrik edirik. Bayramlar mübarək olsun. İnşallah, bəlkə bayram kimi, Allah qismət edirsə, özümüz də yanlarında olaraq. Mən bilirəm ki, hal-hazırda Novruz bayramıdır və hal-hazırda bütün İmişli, bütün Muradxanlı, bütün Azərbaycan bu verilişə baxır, onu bilirəm. Və baxırlar sizə. Onların stolun üstündə paxlava, sonra şəkər bura, o. Gözləyirsinizmi ki, bayramda sizə də göndərsin? Əslində, biraz oradan bura elə şeylər göndərmək biraz çətindir. Bəli, əlbəttə ki, indi oradan buraya tanımaq üzrədir. Ancaq belə, inşallah burada da çalışacaq ki, bizim də süfrəmizdə Novruz bayramında Azərbaycan süfrəsində olan nemətlərdən heç olmasa hər hansılarsa olsun. Təşəkkür edirik. Adınız bir də soruşun. Cavad. Cavad bəy, müsahibimiz Cavad bəy idi. Cavad bəy, sizə uğurlar arzulayıram. Burada işləyənlər ancaq bizneslə məşğuldurlar. Biznesinizdə uğurlar arzulayıram. Hər zaman Azərbaycanı gözəl, yüksək səviyyədə təmsil edin. Tez-tez vətənə gəlin. Tez-tez də Xəzər restoranında olun. Təşəkkür edirəm sözünüz üçün. Minnətdaram. Sağ olun. Bəli, burada çəkilməyimizin bir dənə səbəbi var Xəzər restoranında. Bir də yadınıza salım, bizi bura dəvət edən bu oğlandır. Anar bəy, Gədəbəydən, Arıqdam kəndindəndir. Baxmayaraq ucqar yerdən, amma Kitayın demək olar ki, əzəlin qoyanlardan biridir. Anar bəyə bir daha təşəkkürümüzü bildiririk və gözəl xanım burada. Ay Nur xanım, bütün çəkiliş boyu bizi aeroportdan hər dəqiqə, hər an bizə yaxından kömək edirlər, dəstək edirlər, təşəkkür edirik. Və Novruz bayramı ərəfəsidir. Hər kəsin stolu bol olsun. Biz burada niyə tez-tez oluruq? Çünki Xəzər restoranıdır. Azərbaycan nemətləri, Azərbaycan süfrəsi olduğu üçün və millətdən olan, yəni Azərbaycanlılar burada tez-tez olduğu üçün burada oluruq. Gözünüz bizdə olsun. Proqramımız davam edir. Bəli, hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişinin izləyiciləri, biz Urumçi şəhərindən olan çəkilişimiz hələ də davam edir. Xəzər restoranındayıq. Bayaq söylədiyim kimi, maşallah yeməklər bir-birinin arxasınca gəlir. Elə bir siz Bakıdayıq. Mən də bir anlıq elə bildim Bakıdayam. Deyirlər ki, Kitaya gələn ac qalır. İlan var, qurbağa var. Yalan söhbətdir. Burada elə yeməklər var ki, heç Bakıda belə yeməkləri yoxdur. Ne üçün? Ona görə ki, Xəzər restoranı var. Anar bəyin dostu. Öz müdiriyyət buradadır. Səhər bizi ilə bir yerdə uçdu. Xoş gəldiniz, səfa gəldiniz. Bir yerdə uçduq samolyotla. Bura sizindir və özünüz təqdim edərdiniz bizim televiziyaya. Sağ olun, xoş gəldiniz siz də Urumçi şəhərinə. Adım Asifdir, özüm Gədəbəy rayonundanam. 15 artıq 15 il olar ki, yaşayırıq burada.
Köhlənmişik, başda burada yaşayırıq. Gədəbəyin Azərbaycan restoranıdır, Arıqdam kəndindənik. Gədəbəyin Arıqdam kəndində Anar bəydə başda olmaqla bütün hər kəsə salamlar Aytəkin. Azərbaycan mətbəxini burada tətbiq edirsiniz. Böyüdürük, bizim mətbəximizdən çıxan xörəklər. Bildim, yəni milli adətənlərimizə, yəni aşımız var, plov var, dolmamız var. Var, hamısı var. Ən çox hansı millətlər gəlir? Uyğur gəlir, Rumsu, yəni Uyğurların vətənidir, onların Uyğur milləti gəlir, Qazax gəlir, Rus gəlir, Gürcü gəlir, hər millətdə. Hər millətdə. Çox gözəl. Burada nasionallik qorudda çox millətli şəhər olduğuna, Paqran şəhərdir, Qranitsa şəhər olduğuna görə gələn çox. Mən hamını cəm Azərbaycanı, yəni xaricdə baxmayaraq hardadılar, bütün dünya Azərbaycanlılarını bu Novruz bayramı münasibətilə təbrik edirəm, bayramların xoş gəlsin, can sağlığı hamısına, xoşbəxtlik, ruzi, bərəkət arzulayıram. Olubmu Azərbaycanda burada toy eləsin, evlənsin? Urumçuda. Urumçuda şənlik evlər var. Urumçuda. Urumçuda şənlik evlər var. Böyük şənlik evlərində keçirirlər. İndi bu kafedə təbii toy. İnşallah. Bəli, keçirirlər burada doğum günü olur, nə başqa. Canım mənim. Mən bunu demək istəyirəm ki, burada Urumçuda da Azərbaycan toyları olur. Samir, bizim bu verilişin baş prodüseri var, Samir Bayramlı. Buradan öpücüklər göndərirəm. Kitaydan ay Samir hazırlaş. Burada olan toylara gələcək Samir Bayramlı aparıcı kimi. Mən özüm də müğənni kimi. Gəlib toylarınızı burada özümüz oxuyacağıq və toyları da çəkəcəyik, aparıb efirimizdə göstərəcəyik. Dünya televiziyası adından, qürbətdən gələn səslər verilişi adından sizə bayraq gətiririk. Stol üstü bayrağınız olsun. Urumçidə, uzaq Kitayda, baxmayaraq Azərbaycanla neçə saat fərqimiz var və uzaqdır. Siz Azərbaycanı burada yaşadırsınız. Azərbaycanın bir parça güşəsini burada yaratmışsınız və bu yeməklər, bu hava, əsas odur ki, yeməkdən söhbət getmir. Milləti ki, başınıza yığırsınız, sizin başınıza toplanırlar. Çox istərdim stolunuzun üstündə Azərbaycan bayrağı olsun. Və Azərbaycan xəritəsi, ora bir dənə göstərək, Azərbaycan xəritəsi. Efirə, bir dənə Gədəbəyi burada göstər, görüm, Asif müəllim. Gədəyə o işğal olan torpaqlarımızı görək, var izini yaşayırıq hər birimiz. Allah hamımız arzumuza çatdırsın. Əlimizdən gəldikcə də, indi bizdə yığıncaqlama iclaslarda olur, müəyyən tədbirlər olur, gedirək. Bizim özümüzün şirkətimiz var da, Azərbaycan xaricdə şirkətini burada qoymuşuq. Lazımi yerlərdə gedəndə bunu təqdim edirik, tanıdıraq. Urumçuda bu Выставочный center var, burada yarmarkada. Orada bir il bayrağını qaldırdıq ki, biz də varıq burada. Həmin restoranı çıxarmışdıq, Azərbaycan restoranını. Mən onu demək istəyirəm ki, burada məsəl üçün yarışmalar keçirilir və yaxud nəsə mətbəx keçiriləndə Azərbaycan mətbəx adından bizim poverimizi, yəni aşpazımızı göndərirsinizmi ki, getsin, tərənnüm etsin Azərbaycan? Göndərir. Və birinci yerə çıxdı dediniz, yoxsa iştirak etdiniz? Yox, iştirak edirək burada da. Tanıdıq, kuxnyamızı tanıdıraq da bunlarda. İndi bəlkə bir 50-dən çox insan. Onu gözləyirlər ki, pişib hazır olsun ondan. Nə zaman yarışmalar oldu? Bir dəfə kartoşkamızı, bir dəfə kebabımızı, bir dəfə Azərbaycan aşı. Təşəkkür edirəm. Bir də Azərbaycana gəlib getdiyinizdə də mən baxıram, heç olmasa ildə bir dəfə, 2 ildə bir dəfə, 3 ildə bir dəfə də olsa gedib baş çəkirsiniz. Azərbaycanın son 10 ildə nə qədər inkişaf etdiyini, artdığını, bir göz görəsi dəyişdiyini hiss edirsiniz? Çox gözəl dəyişir. Azərbaycan günü-gündən gözəlləşir, inkişaf eləyir. Bunu hamımız görürük. Yəni biz ildə 1-2 dəfə də olsa da bir dəfə gedəndə tanımırıq. O qədər yeniliklər var, gözəl dəyişikliklər var ki, şəhərimiz də gözəlləşir. İyun ayında bax 90 gün qalıb demək olar ki, 90 gündən də az qalıb. İyunun 12-sindən 28-nə qədər Azərbaycan Avropa oyunları keçiriləcək, bildiyiniz kimi. Bütün dünya yenə burada olacaq, bütün Avropa. Öz sözünüzü deyərsiniz. Bəlkə də iştirak gedə bilməsəz də buradan sözünüzü çəkirərsiniz. Bacardıqca getməliyik. Gedəcəyik, elə bir fikrimiz də var getməyə, elə özümüzdən də qonaqlarda aparasın, elə fikrimiz var aparmağa, bəli. Gedərik inşallah. Və biz Azərbaycanlı olduğumuz üçün də fəxr edirik. Mən fəxr edirəm ki... Əlbəttə fəxr edirəm Azərbaycanlıya. Can Azərbaycan, yaşa Azərbaycan. Azərbaycan, neçə kərə qurulmuşsan. Azərbaycanın torpağı da gözəldir. Devlətimiz də gözəldir.
Millətimiz də gözəl, əsasən millətimiz, hər bir şeyimiz gözəldir. Hamısını, bəli. Bütöv Azərbaycan. Təşəkkür edirik. Minnətdarıq gözəl müsahibəyə görə, bəli, Xəzər restoranının direktoru idi. Mən gördüm, çox savadlı, çox dünya görmüş bir insan və həqiqətən də Azərbaycanı yüksəklərə qaldıracaq. Gözünüz bizdə olsun, bizdən ayrılmayın. Çox maraqlı proqramımız davam edir, hələ bu harasıdır. Bizdən ayrılmayın. Hər gecə didir qəlbimi, tənhalıq hər gecə didir qəlbimi, mənə yoldaş olub qərib ölkədə, mənə yoldaş olub qərib ölkədə. Bəli, hörmətli televiziya tamaşaçıları, bizim qürbətdən gələn səslər verilişimiz hal-hazırda Urumçi şəhərində davam edir. Bizim gözəl xanımımız Aynur xanımla Anar bəy, Asif bəy bizi Urumçi bazarına gətirdilər. Və bu bizim məşid, Urumçidə müsəlmanların məşidi. Maşallah, Allah var eləsin, Allah evinə qurban olun. Burada namazlarını qılırlar, ibadət edirlər. Asif müəllim Anar bəy də bizi gətirdi bu gözəl məkanlara. Biz indi sizlə bərabər gəzəcəyik. Uyğur bazarında nələr baş verir? Mağazada, bazarda söz soruşacağıq. Adət-ənənəmizi bilirlərmi? Nə bişirirlər? Yeməkləri? Salam, maşallah. Burada da hep Azərbaycanlılar kimidir Uyğur bazarı. Bax burada. Kasinkalar bizim gözəl milli geyimlərdir. Xanımlar başlarını örtürlər. Kasinka yaylıqlardır. Bizim kəlağaya oxşuyur. Xəncərlərə bax. Ləzgi demişkən xəncərdir, xəncər. Maşallah, bura baxın. Ay, necə gözəldir. Küzəni əlimdən alam, küzəni əlimdən alam, gözündə görürsən Allahım. Nə buydu küzədir. Nə gözəldir, maşallah, maşallah. Bu da, baxın, can dərmanı. Bizimkilər deyir ki, həkimə gedirik, nə bilim, nə edirik. Bunlar heç vaxt həkimə getmir, bu kitayələr, bu Uyğurlular. Həkimə getmirlər, baxın. Nələr yeyib, nələr içirlər, nələr çay dəmliyirlər, bunlar can dərmanıdır. Azərbaycan Novruz bayramımız mübarək olsun. Təşəkkür edirəm. Adınız nə? Yaqup. Yaqup. Salam. Salam. Biz Azərbaycandan gəldik. Azərbaycandan qürbətdən gələn səslər, Dünya TV. Adın nə? İsmin? Əhməd. Novruz bayramınız mübarək olsun. Çox sağ ol, ay Əhməd. Maşallah. Təsbih sevən Azərbaycanlılarımız. Urumçiyə gəlin, təsbih sevənlər. Nifritdən. Nə qədər gözəl təsbihlər var. Vətən üçün burnumun ucu göynəyir, ürəyim daş olub qərib ölkədə. Vətən üçün burnumun ucu sevgili cananım olayım yar. Buna bax ay bala. Musiqi yerinə gətirib çatmışsan, bizə xəbərim var, super. Nədir adı? Ravab, ravab. Ravab nədir? Saz da bu, belə çalan. Bu sazdır, sizdə ravab deyirlər. Hə, bizdə. Burada ravab. Buğicək bu, buğicək. Ya quşlar. Gəl bura. Gəl buradan çək, adı nədir? Quşlar, bu quşlar. Quşlar, adı quşlar. Quşlar. Muzikamızda bu tambur. Tambur. Bunu tambur deyir. Sonra? Sonra qaysın danış. Biz hal-hazırda Urumçi şəhərindəyik. Azərbaycan televiziyası qürbətdən gələn səslər verilişi ilə. Bax, bu Uyğurların şərfləri, özbəklər kimi, bu da onların papaqları. Cürbəcür papaqlar var, məsəl üçün. Duyar qərib imdadı, qəlbimdə. Nə dollardır? 8 dollar. 8 dollar. 8 dollar. Görsün necə qəşəngdir, 8 dollar. Rəqqasələr, biri gözəl rəqs eləyənlər, gəlin, al. Yediyim çörəkdə vermir o dadı, elə bir daş olub qərib ölkədə, elə bir daş olub qərib ölkədə. Bax, suvenirlərdir, maşallah, gözəl. Küzəyə yanında balaca stakanları, sonra balaca qabları, şamdanlar. Əziz bəy gəlinlər, şamdan almaq istəyirsiniz, uzağa getmək lazımdır. Urumçiyə, Asiflə bizim gözəl qardaşımız Anar bəyə bir dənə zəng, bir dənə faks.
Əladır. Bax beləncə küzələr, bax beləncə kül qabılar. Safetka qabımızı, məsəl üçün, mən bilirəm ki, bundan yoxdur Bakıda, deyil mi, Anar? Qəbra, mən istəyirdim, qıza dedim ki, Bakıda belə şey yoxdur. Xarici ölkələrə, ümumiyyətlə şərq ölkələrinə çox gedərkən, mən fikir demişim, hər kəsin stolunun üstündə bundan var. Hər kəsin. Biz alırıq da mağazindən, elə həmən gətiririk, qoyuruq stolun üstündə kağızı. O düzgün deyil. Onu bunun içinə yerləşdirib, buradan götürmək lazımdır. Bundan istəyirsiniz? Başqa rəngindən istəyirsiniz? Neçədir bunun qiyməti? Neçədir? Neçə? Bundan istəyirsiniz? Heç kəsə demək lazımdır. Anar bəyə. Anar bəy, bir dənə bura gəl. Bir dənə Anar bəyə. Göndərəcəksiniz? Bəli, bəli. Nə qədər istəsəz? Neçə dənə istəsəz? Anar bəy. Bəli, problem yoxdur. Baş olub qərib ölkədə, vətən üçün burnumun ucu göynəyi. Ürəyim daş olub qərib ölkədə, tənhalıq hər gecə didir qəlbimi. Tənhalıq hər gecə didir qəlbimi. Bəh, buna bax. Necə gözəl küzələr. Çaynika bax. Bəh, çaynik deyə. Bunda qaynanan çayın dadı nə olar? Dadı. Super çaynik. Yeri də var ya qoymağa. Görürsünüz necə gözəl. Küzə. Samavara bax. Bəh. Darıxmışam mən yaman, qərib ölkədə. Darıxmışam mən yaman, qərib. Bu da onların xəzdəriləri. Çünki burada çox soyuq olur. İnanın. İndi mart ayıdır. Soyuqdan donuruq. Baxmayaraq ki, Novruz ərəfəsidir, soyuqdur. Soruşdum mən, aprel, may ayına qədər şaxta olur. Ona görə də burada isti geyinirlər. Gəl bura görüm, Balaşqa. Ay Uyğur bala. İsmin nə? Uyğur bala. İsmin nə? Muhammed. Məhəmməd. Neçə yaşın var? 9. 9, məktəbə gedirsən? Neçədə oxuyursan? 117. Yaxşı oxuyursan? Gələn Azərbaycan, salam. Salam. Aleyküm selam. Yox, Azərbaycan. Yediğim çörəkdə bir odadır. Salam Azərbaycan. Əla, aleyküm salam. Daş olub qərib ölkədə. Bu açın ayağıdır ki, laf. Bu cüyür ayağıdır, siz başa salın da. Bir də Anar bəy, bunu başa sal, nədir bu? Bunun ayağıdır. Bildim at üçündür. Bu cüyür ayağıdır. Bu nə üçün Anar bəy? Bu at minmək üçündür. At minirlər, at çapırlar. Ceyranın ayağıdır. Girək yavaş-yavaş o bütün dükanlara, mağazalara da baxaq. Burada Kitaydayıq. Urumçi şəhərindən bizim çəkilişimiz davam edir. Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişi Kitayda, Urumçidədir. Bəli, arxada gördüyünüz fonda bizi içəri buraxmadılar, toy gedir. Bəli, bunların toyu məhz belə olur. Mən çox çəkmək istədim bu toyu, icazə vermədilər, amma monitordan buyurub baxa bilərsiniz. Çox maraqlı toyları keçir, inanın, konsert kimi. Ürəyim daş olub qərib ölkədə, tənhalıq hər gecə. Bəli, hörmətli televiziya tamaşaçıları, biz Urumçidəyik, Kitaydayıq. Bəli, Urumçi şəhərində. Çox möhtəşəm bir şəhərdir. Uyğur bazarıdır bura. Bayaqdan gəzdiyimiz mağazalar, dükanlar Uyğur bazarı adlanır və çəkilişimiz davam edir Uyğur bazarından. Qulağın sorağında, gözlərim ocağında, qulağın sorağında, gözlərim ocağında. Salam Azərbaycan. Sizdə. Salam Azərbaycan. Salam Azərbaycan. Salam Azərbaycan. Uyğur qızlarıdır, maşallah. Salam Azərbaycan. Salam Azərbaycan. Adın nə? Adım Ardaq. Nə? Adım Ardaq. Atım Ardaq. Sənin adın nə? İsmin nə? Adım Alma. Almaz? Salam Azərbaycan deyir. Salam Azərbaycan. Maşallah. Sizin? Adım Əli. Salam Azərbaycan. Təşəkkür edirəm. Sağ olun. Uğurlar arzulayıram. Məktəbə mi gedirsiniz? Enstitüdə? Çox gözəl. Sağ ol. Qərib duyar, qərib imdadı. Qəlbimdə vətənin həsrət fəryadı. Yalnız qərib duyar, qərib imdadı. Yediyim çörəkdə vermir o dadı. Yediyim çörəkdə vermir o dadı. Elə bir daş.
Değerli hürmetli televizyon tamaşaçıları, bizim Urumçi'den olan çekilişlerimiz, Kitay'dan olan çekilişlerimiz devam ediyor. Çok güzel, muhteşem bir körpüdeyik. Maşallah bakırsınız neçə mərtəbəli körpüdür burada. Dünyanın çox şəhərlərində belə mərtəbəli körpülər var. Bura çox möhtəşəmdir. Bir baxın yaxından, insanları valih edəcək bir körpüdür. Və çox inanıram ki, bu yaxın günlərdə, yəqin ki 5 il 10 il keçməz, Azərbaycanda da 5 mərtəbəli körpülər olacaq. Belə basa-bas, belə propkalar olsa, yəqin Azərbaycanda belə olar. Gözünüz bizdə olsun, proqramımız, çəkilişimiz devam edir. Urumçi'dən devam edirik. İmdadı, qəlbimdə vətənin həsrət fəryadı, yalnız qərib duyar qərib imdadı, yediyim çörəkdə vermir o dadı, yediyim çörəkdə vermir o dadı, elə bir daş olub qərib ölkədə, elə bir daş olub qərib ölkədə. Qulağım sorağında, gözlərim ocağında, qulağım sorağında, gözlərim ocağında, axır göz yaşlarında mənim qərib ölkədə. Güclü dövlətin güclü ordusu olmalı. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusuna eşq olsun, yaşasın Azərbaycan. Neçə kərə qurulmuşsan, neçə kərə dağılmışsan, bu dünyanın məhvərindən alırmışsan Azərbaycan. Neçə kərə qurulmuşsan, neçə kərə dağılmışsan, bu dünyanın məhvərindən alırmışsan Azərbaycan. İçimizdə göynənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. İçimizdə göynənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. Yiğitlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Yiğitlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Bizim bayrağımız Dağlı Qarabağda, Xankəndidə, Şuşada dalğalanır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına. Yaşasın Azərbaycan. Toxuyan bir çiçəksən, sən işıqlı gələcəksən, ilhamla yüksələcəksən, Azərbaycan, Azərbaycan. Toxuyan bir çiçəksən, sən işıqlı gələcəksən, ilhamla yüksələcəksən, Azərbaycan, Azərbaycan. İçimizdə döyünənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. İçimizdə döyünənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. Yiğitlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Yiğitlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. İçimizdə döyünənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. İçimizdə döyünənsən, evladıyla öyünənsən, gələn toya düyünənsən, gülüşlərə Azərbaycan. Yiğitlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan.
İgidlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. İgidlərin yurdu vətən, ən müqəddəs ulu vətən, Azərbaycan, Azərbaycan, Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan.